son aylarda gələn modellərdir ki, birini sizə göstərdim. Bunlar həm 2-2 deyəsən satılır, həm də 6-6-lı, yoxsa? Yalnız 6. Bunlar yalnız 6-lı. 2 olan məhsullarımız var. Həm topdan, həm pərakəndə satış var. Bütün məhsullar Happy Home brendidir ki, yəni keyfiyyətinə də zəmanət verilir. Ümumi olaraq 12-li dəstlər başlayır topdan qiymət 150 manatdan başlayaraq qiymət dəyişir. 24-30 sayt çeşidləri var. Qiymət olaraq başlayır. Neçə dedik? 45-55 manat arası dəyişir. Bunlar qranitdən başqa həmçinin nerj materialda olan çeşidlər də var. Yenə də həm qazan dəstləri olsun, istər tava ilə olan dəstlər olsun, fərqli-fərqli. Salam əzizlər, xoş gördük hər birinizi. Mən Ağacan Ağayev. Bugün sizlər üçün növbəti toptancı mağazanı çəkməyə gəlmişik ki, bu toptancı mağaza ölkə üzrə 5 satış mağazası var. 300 Sədərə Ticarət Mərkəzində yerləşir, ikisi isə Gəncə şəhərində yerləşir ki, ünvanları bir-bir inşallah sizlər üçün qeyd edəcəyik. Mağaza adlanır Happy Home mağazası. Happy Home markasının ölkə üzrə idxalını və dağıtımını həyata keçirilir. Hal-hazırda çəkəcəyimiz ünvan sıra 16, Şirniyyat bazarı 16, sıra 16, mağaza 19 ünvanını çəkəcəyik ki, növbəti videolarımızı, növbəti həftə isə bu mağazanın digər bir çılçıraq mağazası var ki, həmən çılçıraq mağazası isə əsasən çılçıraq satışını həyata keçirir. Digər mağazalarında da çılçıraq çəkidləri var. Avstayda inşallah irəliləyən dəqiqələrdə sizləri tanış edəcəm. Mağaza yerləşir 16-cı sıra, 19-cu mağaza. İndi isə keçib sizlərlə ümumi mağaza haqqında, çeşidlər haqqında göstərib hansının qiymətini deyə bilirsə, qiyməti haqqında da məlumat verəcəm. Kimlər ki, bu çeşid məhsulların satışını həyata keçirib, rahat şəkildə mağazana əməkdaşlıq eləyə bilər. Əgər Azərbaycanın digər bölgəsində fəaliyyət göstərirsiniz də, Gəncə şəhərindəki mağazaya müraciət eləyə bilərsiniz. Yox, əgər Bakı və Bakıya yaxın regionlarda fəaliyyət göstərirsinizsə, Sədərəkdə yerləşən həmən 3 mağaza ilə, 3 satış mağazası ilə əməkdaşlıq eləyə bilərsiniz. İndi isə keçək, inşallah ümumi olaraq mağazanın çeşid və məhsulları ilə tanış olaq. Hansının qiymətini deyə bilirsiniz, sizlərə qiyməti ilə bir yerdə təqdim edəcəyik. Ümumi olaraq mağaza haqqında məlumat verim ki, mağaza 2009-cu ildən Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərir. Sədərək Ticarət Mərkəzində 3 ünvanda. Hal-hazırda biz 16-nın qeyd etdiyim kimi sıra 16-19-cu mağazadayıq. Digər mağaza 18-ci sıranın 29-cu mağazası, digər isə çılçıraq mağazasıdır ki, o da 18-ci sıranın axırı çılçıraqlar yerləşən sırada. Mağaza nömrəsini və əlaqə nömrələrini hər birini sizlər üçün qeyd edəcəm. Bu gördüyünüz mağazada demək, hansı çeşidlər var, hansı kateqoriya məhsullar var ümumi olaraq istədiyim. Daha sonra isə mağazanın girişindən başlayaraq yenə bir-bir sizləri ümumi çeşidlərlə yaxından tanış edəcəm. Burada var cehizli və gündəlik üçün istifadə olunan qab-qacaqlar, bura daxildir sunumluqlar olsun, yemək dəstləri olsun, fincan dəstləri, nəlbəkili, tək fincan dəstləridir. Daha sonra çəngəl bıçaq dəstləri, daha sonra qazan, tava dəstləridir ki, həm tək, həm dəst şəkildə satılır. Həmçinin tək çaydanlardır, tək çayniklərdir, nəlbəkilərdir, daha sonra bakallardır, saxlama qablarıdır, sonra ədviyyat qabları dəstləridir. Həmçinin çılçıraq, bu mağazada da çılçıraq dəstləri var ki, bu mağazadan da bəyəndiyinizi seçib eləyə bilərsiniz. Həm topdan, həm pərakəndə satış olunur. Yeni ilə, qarşıdan yeni il gəlir, yeni ilə özəl olaraq da bəzi çeşid məhsullar var ki, hal-hazırda endirimlə müştərilər üçün təklif olunur. İnşallah indi irəliləyən dəqiqələrdə yaxından tanış edib sizə həmən endirimli məhsullar haqqında da məlumat verəcəm. İndi isə mağazanın girişindən sağ tərəfdən başlayaraq ümumi olaraq məhsullarla tanış edəcəyik. Hansı qiymətini deyə biliriksə, məhsul haqqında ümumiyyətlə məlumatları Tural bəy də bizə yardım edəcək bu məlumatları sizlərlə paylaşmaq üçün. Demək, mağazanın girişindən sağdan başlayırıq. İlk vitrinimizdə burada fincan dəstlərdir, fincanlardır, nəlbəkilərdir, mürəbbə qabı çeşidlərdir ki, sərgilənib və qiymət olaraq minimum hansı məhsulun qiymətini yalnız topdan şəkildə, topdan qiymətləri sizlər üçün deyəcək. Bəzi məhsullar var ki, hal-hazırda endirimdədir, kampaniya var, yeni illə əlaqədar. Onların isə pərakəndə qiymətlərini sizlər üçün inşallah yaxından təqdim edəcək. Buradakı gördüyümüz həmən demək, çaşka dəstləri. Bunlar altılıdırlar, düzdürmü? Bunlar çayını servis. Bir çaynik olur, bir pesok qabı, 6 çaşka nəlbəki ilə bir yerdə hazır qutudadır. Onların naborun qiyməti isə 50 manat. Hazırda endirimdədir. Topdan qiymət.
Topdan qiyməti 50 manatdır. Daxildir çaynik, pəso şəkər qabı və 6 çaşka nəlbəki. Burada fərqli rüsumkalar var ki, zövqünüzə uyğun olanı seçə bilərsiniz. Həmçinin bunlar da onlara aid olur, düzdürmü? Burada da yenə də bunlar isə topdan qiyməti 60 manatdır. Burada da 6 fərqli teksturada, rəngdə olan çeşidləri var ki, burada da yenə daxildir çaynik, şəkər qabı və 6 çaşka. Aşağı hissədə gördüyünüz nəlbəki dəstləridir. Hər qiyməti var nəlbəki. Burada 5 manata da var, 13 manata da var, 10 manata da var, 23 manata da var. Hər qiymətə nəlbəki çeşidimiz var. təxminən 60-70 ədəd nəlbəki çeşidləri var ki, bunlarda həm dəst şəkildə, yəni ölçüyə görə, həmçində tək ölçüdə də almaq mümkündür. Əsasən topdan satışdır, lakin cehizlik almaq istəyənlər, cehizli yığdırmaq istəyənlər də mağazaya gəlib rahat şəkildə uyğun qiymətlərlə yığdıra bilər. Yuxarıda göstərdi, burada digər tərəfdə də var, qrafinlərdir və bakallardır ki, burada da yenə fərqli ölçüdə və fərqli teksturada, dizaynda olan çeşidləri var. Buradan isə başlayır, demək, yemək takım dəstlər. Hal-hazırda mağazada həddən çox dəstlər var ki, mağazanın digər tərəfində də var, həmçinin burada və qarşı tərəfdə də yığılıb. Fərqli teksturalarda və keyfiyyətdə, materialda olan çeşidləri var. İndi inşallah buradan başlayaraq sizə deyəcəyik ki, hansı, neçə parçadır, neçə predmetdir və qiymət olaraq neçədən başlayır. Ümumi olaraq 12-li dəstlər başlayır topdan qiymət 150 manatdan başlayaraq qiymət dəyişir. Burada material və keyfiyyətinə görə və predmet sayına görə yenə də qiymət rol oynar. Gördüyünüz bu dəst 12 nəfərli 127 parça hal-hazırda endirimdədir. Qiyməti 380 manat. Həmçinin digər teksturalarda var ki, burada da yenə həm keramika, həmçinin farfor, birinci dərəcə, ikinci dərəcə fərqli keyfiyyətlərdə cehizliklər var. Həmçinin restoranlarda da istifadə olunan teksturalar və çeşidlər var ki, hal-hazırda az sayda qalıb, düzdür. Çeşid olaraq 4-5 çeşiddir. İstədiyiniz sayı, predmeti olaraq duz qabısı, nərbəkisi, çaşkası, fincanı və s. kimi yığdıra bilərsiniz. Üzbəyüz gördüyünüz bu vitrinlərdə isə tək yığdıra biləcəyiniz, sayını özünüz bəlirləyə biləcəyiniz çeşidlərdir ki, burada da yenə boş qabı, duz qabısı, salfetka qabı, fincanı, dərin boş qabı, aş buludları və s. çeşidlərini yığdıra bilirsiniz. Burada da yenə qiymət predmet sayına görə fərqlənəcək. Ümumi olaraq 24-lü boş qablar 40 manatdır. Farfor materialda olanlar isə başlayır 50-55 manatdan. Yenə də farfor keyfiyyətinə görə qiyməti dəyişir. Burada gördüyünüz bu məhsullar isə hal-hazırda endirimdədir. Burada qrafinlərdir, qrafin dəstləridir. 15 manata. Bu misal olaraq 15 manatdır. 25 manata olan var. Arxadakılar 25 manatdır. Fərqli qiymətlərdə, fərqli stəkanla bir yerdə olan çeşidləri isə 60 manatdan başlayır. 60-dan Türkiyə istehsalıdır. Bütün buradakı bakal və qrafin dəstləri Türkiyə istehsalıdır. Tək yığdıra biləcəyiniz nümunə olaraq burada fərqli yenə çeşidləri qoyublar. Bunlar da yağ qabıdır, nə bilim, şor pendir qabıdır. Kiçik fincanlardır, böyük fincanlardır, sunumluqlardır. İstədiyiniz sayı, istədiyiniz çeşidləri həmən dəstinizə əlavə edə bilərsiniz. Həmçində burada 6 fincan nəlbəki. Bütün məhsullar Happy Home brendidir ki, yəni keyfiyyətinə də zəmanət verilir. Hansı məhsullar ki, alış eləyən zaman yəni satıcı ilə dəqiqləşdirə bilərsiniz. Qabıyanda rənglərinin solması barəsində, qızılı olan hissələrinin getməsi ilə bağlı da məlumat ala bilərsiniz. İsə tam doğru və düzgün şəkildə hansını solma ehtimalı var, hansını isə yoxdur. Bütün buna bağlı məlumatlar veriləcək. Burada gördüyünüz yenə baharat, ədviyyat qabılardır ki, yenə də fərqli çeşidləri sərgilənib. Bunlarda da qiymət neçədən başlayır? Tural bəy? 45? 40-50 manat arasıdır. Burada da say olaraq fərqli kiçik ölçü, böyük 6 kiçik, 3 böyük çeşidlərinə görə yenə də dəyişir.
Burada da yenə üzbəüz bütün hamısını göstərək, zəhmət olmasa ki, arxa kadrda da göstərməyə çalışacağım. Burada da yenə fərqli teksturada, risunqada olan takımlar, dəstlərdir ki, zövqünüzə uyğun olanları rahat şəkildə seçə bilərsiniz. Yenə də burada həm qızılı teksturada, risunqada olan, həmçinin də gümüşü bu şəkildə olan dəstlər var. Həmçinin də fərqli görünüşdə, risunqada, fərqli rənglərdə olan dəstlər var. Burada da yenə də qiymət olaraq, ümumi olaraq dedik ki, 150-dən 160-dan başlayır. Yaxşı keyfiyyətli olan çeşidləri üz yuxarı qiymət dəyişir. Əlaqə nömrələrini zaten qeyd edirik. Kim ki topdan almaq istəyir və yaxud da pərakəndə almaq istəyir, əlaqə saxlayıb dəqiqləşdirə bilər. Ən yaxşısı odur ki, mağazaya gələsiniz, çeşidlərlə birə-bir materiallarla toxunub tanış olasınız. Gələ bilmədiyində isə telefonla əlaqə saxlaya bilərsiniz. Buradakı dəstlərdə yenə sayla yığdıra biləcəyiniz çeşidlərdir ki, burada da istədiyiniz, burada gördüyünüz predmetlərdir ki, belə sunumluqlar, yağ qabılar, fincan, çaynik, dərin boşqab, aş boşqab bulurlar. Bunları istədiyiniz saya görə hansı sizə vacibdir, lazımdır, onun sayını özünüz bəlirləyib yığdırıb və qiymətinizi də öyrənə bilərsiniz. Burada da yenə nümunə olaraq göstərdiyim 6 sırf nəlbəkisiz fincan dəstlərdir. Yenə də Happy Home brendinə məxsusdur. Bunlarda da qiymət 25-35 manat arası dəyişir çeşidinə görə, fərqinə görə. Bu şəkildə hədiyyəli, həmçinin özünüz üçün şəxsi istifadə üçün də ala bilərsiniz. Burada da fərqli tekstur olaraq, rəng olaraq, çeşid olaraq fərqli rəngləri mövcuddur. Burada da yenə nəlbəki ilə olan dəst çeşidlərdir. Belə sadə ağ olan çeşidlər var, həmçinin rəngli. Bu hissədə də yenə həm tək istəyinizə uyğun, yəni seçiminizə uyğun seçə biləcəyiniz çeşidlərdir. Burada da həmçinin yaxından zəhmət olmasa. Baxın, burada yaxından göstər. Tort qabısına kimi böyük bulud, sunumluq, çayniklərin kiçik ölçü, böyük ölçü, meyvə qabı, çərəz qabı, mürəbbə qabı. Baxın, bütün hamısını bir eyni teksturada, eyni çeşiddə yığdırmağa cəhizlik üçün olsun, istəyir sadə özünüz üçün şəxsi istifadə üçün olsun, yığdırmağa imkan verir ki, burada bir neçə çeşidi var ki, sırf onu istədiyiniz tərzdə, sayda yığdıra bilərsiniz. Baxın, bu çərəz qabıdır, bunun meyvə qabısı var, mürəbbə qabısı var, belə səhər yeməkdə istifadə olunan çeşidləri var. Yuxarıda da yeni gördüyünüz digər fərqli çeşidlərdir, zərli, qızılı, gümüşü. Bunlar da yenə cehizlik üçün və yaxud da satış, əgər mağaza şəklində fəaliyyət göstərirsə, mağazanızda satışını həyata keçirə bilərsiniz. Burada isə olan çəngəl bıçaq dəstləridir. Çəngəl bıçaq dəstləri burada 120 manatdan başqa qalxır. Neçə predmet sayıdır? 72-84. 72-84 predmet sayı olan çeşidlər başlayır 135 manatdan. Sadə çeşidlər isə 50 manat aralığında. Sadə çeşidlər isə yəni burada say olaraq 24 var, 30 var. 24-30 say çeşidlər var. Qiymət olaraq başlayır. Neçə dedik? 45-55 manat arası dəyişir. Bunlarda da bu hissədə isə gördüyünüz yenə də boşqab dəstləridir ki, bu boşqab dəstlərində həm sırf şəxsi istifadə üçün yemək üçün istifadə olunan çeşidlərini yığdıra bilərsiniz. Yəni bulududur, boşqabıdır, kasasıdır, fincan. Həmçinin də cehizlik üçün əlavə olan predmet sayıları da supniklər, çayniki, nar şərabı, çaşqan əlbəki və s. çeşidlərində əlavə eləyə bilərsiniz ki, zövqünüzə uyğun və istifadə təyinatına görə çeşidləyib dəst halına gətirə bilərsiniz. Bunlar isə yenə digər fərqli sayda olan vilka, çəngəl, qaşıq olan dəstlərdir. Burada da qiymət 45-55 arası dəyişir. Sadə olan var, üzəri işləməli olan növləri var. Bunlar da qəşəng görsənir. Baxın, belə qızılı ilə olan çeşidlər var və sadə, gümüşü
olan çeşidlər də var. Burada da yenə eyni qaydada digər fincan dəstlərinin digər teksturada, rəngdə çeşidləridir ki, yer alıblar. Son aylarda gələn modellərdir ki, birini sizə göstərdim. Bunlar həm 2-2 deyəsən satılır, həm də 6-6-lı, yoxsa? Yalnız 6. Bunlar yalnız 6-lı. 2 olan məhsullarımız var. Həm topdan, həm pərakəndə satış var. Fərqli teksturalarda risunkalar olan çeşidləri var. Qiymət olaraq topdan qiymət 45-50 manatdan başlayır. Yenə də modelə görə, keyfiyyətinə görə dəyişir. Burada da yenə fərqli çeşidlər, həddən çox fincan, boş nəlbəki çeşidi də mağazada var. Bunlar isə sunumluqlardır. Tort qabı, ləpə qabı, şirniyyat üçün istifadə edə bilərsiniz. Burada da yenə tək-tək və dəst şəkil dəstləşdirib əldə edə bilərsiniz. Rəngi getmir. Qiymət öyrənmək istəyənlər, çünki burada fərqli ölçülərdə olan çeşidləri var. Ölçüsünə görə və yaxud da dəst və yaxud da tək şəkildə əldə etmək istəsəniz, topdan və yaxud da pərakəndə qeyd olunan əlaqə nömrələrinə əlaqə saxlayıb öyrənə bilərsiniz. Vitrinimizdə isə tək çayniklərdir, şəffaf və dəmir, nej materialda olan şəffaf çaynik çeşidləri minimum qiymət olaraq ən ucuzunu deyirik ki, nəzərinizdə olsun. Onun fərqli çeşidinə, ölçüsünə görə, tutumuna görə qiymət dəyişir. 8 manatdan başlayır. Nej və dəmir materialda olanlar isə 10 manatdan başlayır. Üz yuxarı, yəni keyfiyyətinə görə, çeşidinə görə qiymət dəyişir. Burada isə belə mətbəx dəstləridir ki, çömçə dəstləridir ki, bambu, taxtaları bambu tərkiblidir. Tava ilə təmas olan hissəsi isə silikon materialdadır ki, burada da qiymət olaraq minimum qiymət başlayır 25 manatdan, çeşidinə görə, materialına görə qiymət dəyişir, qalxır. Daha sonra belə sunumluqlar var, salfetka qabları var, bıçaq dəstləri var. Gördüyünüz bu hissədə isə ancaq fərqli, digər tərəfdə bir fərqlidir, bu hissədə də bir fərqli rüsunkada, teksturada olan demək dəstlərdir. Burada da yenə istədiyi sayda predmetdə yığmaq olurdu. Yoxsa saya görə, yəni istədiyiniz sayı əldə edə bilərsiniz. Həm səhər yeməyi olsun və yaxud da cehizlik olsun, şəxsi istifadə üçün olsun. Burada da yenə rüsunkasına görə belə fərqlənir. Papatya olan rüsunkası var. Sonra belə dərin model var, fərqli model var. Bunlar da farfor materialdır. İşığa tutduqda baxın arxası görsənir. Qiymət olaraq 30 parçalar başlayır. Topdan qiyməti 150 manatdan. Yenə keyfiyyətinə görə, farforun keyfiyyətinə görə qiymət dəyişir. Burada yenə dəstə həm belə güldan qabısını da əlavə edə bilirsiniz. Boş qabını, buludunu, çaşqa nərbəkisini də əlavə zövqünüzə uyğun əlavə edə bilərsiniz. Bunlar isə hazır yemək dəstləridir. Burada da yenə fərqli rüsunkada, teksturada olan çeşidlər var. Həddən çox çeşidi var. Yüzlərlə fərqli eyni qiymətə olan modelin fərqli teksturalarda olan çeşidlər var. Baxın belə sadə, üzəri işləməli. Baxın belə kənarı. Qiymət olaraq da yenə hansı sizə maraqlıdırsa, screen edib göndərə bilərsiniz, öyrənə bilərsiniz. Hansı qiymətin və yaxud da predmet sayını öyrənmək istəsəz, hər birinin qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlayıb öyrənə bilərsiniz. Burada da yenə bayaq öncə göstərdiyimiz dəstlərin supniklə olan, çaşqanla olan, dəlim boşqabla, çayniklə olan çeşidlər. Burada isə kofe dəstləridir. Qiymət olaraq 35 manatdan başlayır. Yenə də keyfiyyətinə görə qiymət dəyişir. Fərqli risunkalarda çeşidləri, teksturaları var. Mağazada həddən çox çeşidi var. İstəyir çaşqa nərbəkisində olsun, istəyir boşqab dəstlərində olsun. Hər birini də göstərməyə çalışıram ki, yəni gələ bilməyənlər çeşidlərlə heç olmasa video üzərindən tanış ola bilsinlər.
Burada isə hansı çeşidləri də dedik? Bu vitrinimizdə də yenə digər fərqli çeşidlərdə, teksturalarda olan yemək dəstləridir ki, bəlkə öncə qeyd etdiyim kimi, həddən çox fərqli çeşid. Yəni, predmet sayına görə fərqli-fərqli. Bunun məsəl üçün belə tort götürəni də var bu çeşidin. Baxın, belə rəngli sumkalar olan var. Sadələr yenə var. Supniklə olan dəst var. Hər birinin çeşidləri, predmet sayı mağazada mövcuddur ki, rahat şəkildə, yəni yoxdur. İstəyir duz qabısından, balaca salfetka qabısından tutmuş bütün predmet sayını yığdıra bilərsiniz. Bu tərəfdən isə digər bu çeşidləri götürək. Burada da yenə eyni dediyimiz kimi fərqli teksturalarda sadəcə fərqli rüsumkada olan çeşidlərdir. Daha sonra isə sizlərə göstərəcək, tanış eləyəcək qazan, tava, dəstləri həm tək, həm də şəkildə olan məhsulları. Mağazanın digər tərəfində isə divar boyunca qazan, tava, dəstləri həm dəst şəkildə, həmçinin də tək şəkildə əldə edə bilirsiniz. Ölçü olaraq kiçik ölçüdən başlayır. 15-lik, 20-lik? Yox, ən kiçik. Ən kiçik 20 santıdan başlayır. 40 santiyə qədər belə yarım qazan, həm tava, həm də ki qazan olaraq istifadə edirsiniz. Material olaraq qranitdir. Qranitin də yenə də keyfiyyətinə görə qiymət dəyişir. Hansı ölçünü, hansı teksturanı, rüsumka sizə maraqlı olarsa, qeyd etdiyimiz əlaqə nömrələrinə əlaqə saxlaya bilərsiniz. Baxın, belə burada 3-5li dəstlər də var. Bunlar da yenə qranit sayılır. Qiymət olaraq desək, ümumi təklər neçədən başlayır, dəstlər neçədən başlayır? Qranitdə. Dəstlərdə 150 manatdan başlayır. Yəni də burada Happy Home brendini görmüş olursunuz. Qranitdən başqa həmçinin nerj materialda olan çeşidlər də var. Yəni də həm qazan dəstləri olsun, istər tava ilə olan dəstlər olsun, fərqli-fərqli çeşidlərini görürsün. Bunlar nerjdir. Tefal. Yəni qaşıqda vura bilərlər, qızartma üçün qəşəngdir. Cızılmayandır. Tefal materialdır içi, cızılmır. Qaşıq, dəmir və yaxud da taxta ilə fərqi yoxdur, rahat istifadə edə bilərsiniz. Bunlar da həm tək, həm də dəst şəkildə əldə edə bilirsiniz. Hər birindən bir neçə fərqli göstərək. Bunlar da yenə nerjdir yəqin ki. Ağır, qalın divarlandır, stenkası qalındır. Arxasının yenə Happy Home. Bunda dördlüdür, düzdür? Dördlü. Daha sonra belə fərqli kənarı işləməlidir. Qiymət olaraq dəstlərin qiyməti başlayır 250 manatdan. Bu nerj materialda olanlar. Bunlar da bayaq yenə tefal, içi tefalla olan nerjlərdir, qazan çeşidləri. Fərqli qiyməti. Ən ucuz çeşidlərimiz neçədən başlayır? Təkli nerj 55 manatdan. Üçlü, dörtlü, axır. Say olaraq qalxdığından qiymətləri dəyişir. Predmet sayına görə qiymət və bir də nerjin keyfiyyətinə görə qiyməti dəyişir. Burada isə tavan və tava qazanla birlikdə olan dəstlərdə, burada da yenə 5'li qranitdir yəqin ki bunlar. Dörtlük qranit. Yenə də mağazada satılan bütün məhsullara zəmanət verilir. Rahat şəkildə gəlib alış eləyə bilərsiniz. Həm mağazada satışınız, həmçinin də cehizli və şəxsi istifadə üçün. Bu rəngililər neçədən başlayır? 75 manatdan. Dördlü, 5'li olan çeşidlər var. Qiymət bilinçik tavasına kimi var. Qiymət 170-180 manatdan başlayır, üzü yuxarı dəyişir. Bunlar da bilinçik tavası, nə bilim, Yandırmayandır. glazok, səhər yeməyi, yumurta, qayğanaq pişirmək üçün də istifadə edə bilərsiniz digərlərini.
Həmçinin də biraz dərin olan çeşidlər də var. Burada da yine qranit qazanların digər ölçülü olan çeşidləridir. Gördüğünüz, çəkdiyimiz, göstərdiyimiz bütün məhsullar hamısı Happy Home brendinə aiddir ki, yalnız bu mağaza tərəfindən ithal olunur və ölkə üzrə satışını, dağıtımını həyata keçirirlər. Əlaqə nömrənizi təkrar olaraq qeyd edirik. 070 316 1193 əlaqə saxlamaqla sifarişlərinizi ala bilərsiniz və yaxud da hər hansı bir məhsulun qiymətini öyrənə bilərsiniz. Ünvanla bağlı Gəncədəki ünvanı və yaxud da ki, Bakıdakı ünvanı öyrənmək üçün rahat şəkildə əlaqə saxlayıb öyrənə bilərsiniz. Mağazanın WhatsApp satış qrupu yoxdur. Yalnız bura gəlib çeşidini və yaxud da əlaqə saxlayıb şəkillər vasitəsilə statuslarında da paylaşılır. Həmçinin Instagram səhifəsi də var ki, Instagram səhifəsində əlavə eləyəcəyik, izləyib oradan tanış ola bilərsiniz. Amma topdan şəkildə almaq istəyənlər, mağaza işlədənlər tövsiyə edirik hər dəfə ki, bir dəfə gəlsinlər mağazaya tanış olsunlar, məhsullarla, çeşidlərlə, keyfiyyəti ilə. Daha sonra isə gəlmədən yenə sifariş edib bölgələr üzrə çatdırılma ilə əldə edə bilərlər ki, sədərəkdən işləyən yük maşınları vasitəsilə. Bu mağazanın növbəti həftə inşallah digər, sırf burada da yəni çılçıraq çeşidləri var, lakin burada az bir qismdir. Digər mağazada isə ancaq çılçıraq, əsasən üstünlüyü çılçıraq çeşidlərin satışıdır ki, onları da sizlər üçün çəkib təqdim eləyəcəyik. Ümid edirik ki, kimlər ki bizdən cehizlik və qab-qacaq üçün toptancı soruşmuşdu, onlar üçün faydalı olacaq. Yenə də qeyd edirik ki, ünvan Gəncədə yerləşir mağazanın, üçü isə Sədərək Ticarət Mərkəzində. Videonu cehizliyi axtaran və yaxud da cehizli məhsulu satışı edən dostlarınızla paylaşın ki, onlar da görüb faydalana bilsinlər. Kanala abunə olmağı və videonu da bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.